artıq haqdan batili ayırt edən bir kitab olduğu kimi, bir Qur'ana iman edən, Allaha iman edən bir müminin, bir müsəlmanın da həyatdakı missiyası bu olmalıdır. İnsan xüsusilə də bugünkü zamanda. Baxın, xurafətlər çoxalır, din altında ticarət çoxalır, monopoliya çoxalır, hər kəs bir cəmaət qurur, hər kəs öz ətbasını yanlış yerə aparır və bir-birlərini pisləyirlər. Artıq müsəlmanlarda bir furqan olmadığına görə başlarında duran imamlar nəyi haqq, nəyi batil etdiyini ayırt edə bilmirlər. Halbuki bugün müsəlmanlar da bu sifətdən sifətlənməlidir. Biz demirik ki, bütün avvamlar, cahillər fətva versin, başları çıxmayan məsələlərdən danışsın. Bunu demirik. Bunu demək istəmirik. Çünki bu məsələlər də belədir ki, insan cahilcə fətva verə bilməz. Bilmirsə biləndən soruşmalıdır. Ancaq biz deyirik ki, bir müsəlman sürü psixologiyasında olmalıdır, sürü fikirli olmalıdır. Ən azı bir məsələ gələndə, hətta onun imamı, onun tabi olduğu kəs xəta eləsə belə onu görməlidir. Bir günah eləsə onu görməlidir. O xəta eləyib və digər müsəlmanlar da xətaya, səhvə sürükləyirsə və o müsəlmanlar da araşdırmadan, baxmadan, gözü yumulu tabi olursa, bu xətadır. Biz bunu deyirik ki, müsəlmanlar belə olmalı deyil. Müsəlmanlar artıq gözü açıq olmalıdır. Müsəlmanlar adekvat olmalıdır, rasional düşünməlidir. Haqdan batili bir-birindən ayırt edə bilməlidir. Sabah